Bırak məni çıxım gedim evimə. Qoca kişiyəm, rəhmin gəlsin. Yenə başladın? Pul dadına çatmadı. İndi ürəyimi yumuşatmaq istəyirsən? Gör orada sizin beyninizi necə kəpəki döndəriblər. Heç bilirsən vətən borcu nə deməkdir? Vallahi mən sizin hükümətə heç bir pislik eləməmişəm. Qaçaq mala ilişdim. Neyliyim? Bir təhər dolanmaq lazımdır ya yox? Qaçaq mal iqtisadi diversiyadır. Belə söz eşitmisən? Bir də kim bilir sən bura ne üçün gəlmisən? Doğru sözümdür oğlan. Qızıl saat üçün gəlmişəm. Bu sözləri orada deyərsən. Siz hamınız əvvəlcə belə deyirsiniz. Sonra məlum olur ki... Adam balasısan. Mənim bu ağarmış saçlarıma yalan yaraşmaz. Əşi nə kənək adamsan. Bir dəfəlik başa düş ki, bura ne üçün gəlmisən dəxli yoxdur. İstəyir lap gəzməyə gəlmisən. Onsuz da aparacağam. Apara bilməyəcəksən saldat! Qaçacağım! O biri dünyaya qaçarsan. Səndən bir yerdə. O əlindəki bilmir ki, sən kimsən, mən kiməm. Ah, alçaq! Sənin kimilər belə asanlıqla canından keçməzlər. Amma mən, lazım gəlsə gözümü də qırpmaram. Nə innalı uşaqsan. Səni bilmirəm. Amma mən yaşamaq istəyirəm. Yaşayaydın öz vətənində. Oğru kimi özgəsinin torpağına soxulmayaydın. Mənəm oğru. Bu dağları görürsən, o qədər onların zirvəsinə qalxmışam ki... Yalan danışma qoca. Bu dağların yolunu hər adam bilmir. Yəni indiyə qədər başa düşməmisən ki, bu dağların yollarını mən də tanıyıram. Başqası ilə ölənə kimi buradan bir yana çıxa bilməzdin. Mən bu yerlərdə dövran sürəndə sən heç dünyaya gəlməmişdin. Bura bax qoca, sən lap ağ elədin ha. Dur ayağa, kərənləmə. Mən buralıyam oğlan, buralı. Sizin zastavanın yanındakı o viranə kənddənəm. Orada mənim evim vardı, ailəm vardı, bir oğlum vardı. Yaxşı yadımdadır. Dizimin üstə çıxıb saçlarımı qarışdırardı. Sonra soruşardı, alnına nə olub ata? Deyərdim, şeytan balası cırmaqlayıb. Bax. Yalan deyirsən. Yalan deyirsən. Mənim atam ölüb. Mənim atam ölüb.